Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki buraxılışı da İran-ABŞ müharibəsinə həsr olunub. Daha doğrusu İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyinin şənbə günü, fevral ayının 28-də öldürülməsindən, daha doğrusu bu teraktın və yaxud da ki hücumun necə gerçəkləşməsindən danışacağıq. Təbii ki, təkcə İranın yox, eyni zamanda Şiə camiasının ali lideri səviyyəsində bir adamın bu qədər ucuz ölümü bir çoxlarında sual doğurur. Ki, necə ola bilər ki, İran kimi bir dövlət üzərində yarpaq kimi əsdiyi 86 yaşlı liderinin, özü də 37 il həmin məmləkətə, cənub qonşumuza rəhbərlik eləmiş bir şəxsin ölümünə necə göz yuma bilib, onun öldürülməsinin qarşısını niyə ala bilməyib? Burada iki məlumat diqqətimizi cəlb eləyir. Təbii ki, bir çoxlarınız düşünə bilərsiniz ki, ABŞ və İsrail hücumu qarşısında İranın kəşfiyyatı aciz qalır. Bəli, mən bundan razıyam. Ancaq istər 12 günlük müharibədə, istərsə də ondan əvvəlki dövrdə həm Mossad, həm də ki, Mərkəzi Kəşfiyyat İdarəsi, yəni ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Xameneyinin yerini müəyyənləşdirməkdə aciz idi. Onun yeri tez-tez dəyişdirilirdi, gizlədilirdi. Xameneyinin öldürülməsi ilə bağlı iki versiya var. Birincisi, daxildən, içəridən satqınlıq. İkincisi isə zərrə-zərrə aylarla toplanmış materialların bir yerə gəlməsi və tam təsadüf olaraq vurulmaq üçün seçilmiş məkanların içərisində Xameneyinin olması. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı məlumatda bildirilir ki, Xameneyinin öldürülməsi, daha doğrusu onun yerinin müəyyənləşdirilməsi və həmin coğrafiyaların, marşrutların hansı istiqamətdə dəyişməsi ilə bağlı materiallar hələ aylar əvvəldən toplanmağa başlayıb. İsrail tərəfi isə iddia edir ki, bu işi Mossad ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən birgə aparıb. Amma Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi bu prosesdə İsrail kəşfiyyatının iştirakını gizlədir, yəni tam bu barədə açıqlama vermir. Deməli, məsələ necə olub? Washington Postda yetkililərdən, ABŞ Kəşfiyyat İdarəsinin yetkililərindən biri, adı açıqlanmır təbii ki, belə bir məlumat verib. Şənbə günü günortaya doğru Tehranın mərkəzi bombalanacaqmış. Ancaq qəfil xəbər gəlir ki, bax diqqətlə qulaq asın, qəfil xəbər gəlir ki, Seyid Əli Xameneyi eyni zamanda bir sıra yüksək vəzifəli şəxslərin iştirakı ilə Tehranın mərkəzində Xameneyinin tez-tez, sıx-sıx uğradığı ofislərin birində iclas keçiriləcək. Dərhal hücumun, daha doğrusu hücumların hədəfi dəyişilir. Bütün hücumda iştirak edən təyyarələr, bombardmançı, qırıcı təyyarələr, eyni zamanda qanadlı raketlər daşıyan hərbi hava qüvvələrinə məxsus hərbi hava gəmiləri hərəkətə keçirirlər. Və bu əməliyyat üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yetkilisinin dediyinə görə təxminən 200 qırıcı hazır vəziyyətə gətirilib. Təkcə Xameneyinin öldürülməsi üçün. Bildiyimiz kimi 12 günlük müharibədə İranın hava hücumundan müdafiə sistemləri tamamilə məhv edilmişdi və sıradan çıxarılmışdı. Və dərhal Xameneyinin orada olduğu nəzərə alınaraq və üstəlik Müdafiə Nazirinin, İslam İnqilabi Keşikçilər Korpusu komandanının və digər rəsmi şəxslərin orada olması nəzərə alınaraq geniş miqyaslı hərbi əməliyyat planı hazırlanır və bu əməliyyat planını İsrail tərəfi taktiki sürpriz adlandırır və bildirir ki, əslində Xameneyinin öldürülməsi planı müharibənin sonraki günlərinə, yəni 2-3 gün sonraya, bəlkə də bir həftə sonraya, bəlkə də lap sonluğuna salınacaqmış. Yəni o da ki, necə təqribi olduğu yerlər müəyyənləşdirilərək ora bombalar atılacaqmış. Özü də ağır bombalardan gedir söhbət. Və başqa bir versiyaya görə İran Telegram kanallarında gəzişərkən rastlaşdım. Xalqa müraciət eləmək üçün Xameneyi həmin əraziyə gəlir və xatırlayırsınızsa İran Telegram kanalları, ümumiyyətlə telekanalları da məlumat yaymışlar ki, Xameneyinin müraciəti olacaq. Və həmin çəkilişdən öncə ora bombardıman edilir və Xameneyi ölür. Amma birinci variant, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin variantı indiki halda hadisələrin isti-isti davam etdiyi prosesdə daha məqbul görünür, ağla batan, ağla yatımlı görünür. Və Tehrandakı iqamətgahı boyunca hələ hücumdan əvvəl aylarla izlənən Xameneyi beləcə asanca yemət çevrilir.
Və hücum zamanı Müdafiə naziri Nəsirzadə, eyni zamanda Şamxani və Aerokosmik Qüvvələrin komandanı Seyid Məcid Musəvi də olur. Və burada bir məqam xüsusi diqqəti cəlb edir. Bu hansı məqamdır sizcə? Qüds Qüvvələri komandanı, deməli, briqada generalı İsmail Qani də həmin iqamətgahdaymış. Amma hücumdan cəmi 5 dəqiqə əvvəl oradan uzaqlaşır. Və maraqlı detal bilirsiniz nədir? İsmail Qani Qasim Süleymaninin ölümündən sonra, yanvar ayının 3-ü 2020-ci ildən sonra Qüds Qüvvələrinin komandanı seçilmişdi, təyin olunmuşdu və briqada generalı rütbəsinə qədər, vəzifəsinə qədər yüksəlmişdi. Və bu insan 2024-cü ilin sentyabrında, səhv eləmirəmsə sentyabr idi, Şeyx Nəsrullahın, Hizbullahın lideri, Şeyx Nəsrullahın vurulduğu iqamətgahda olub. Və Şeyx Nəsrullahın da sonuncu gördüyü adam, ölümündən öncə gördüyü adam məhz İsmail Qani idi. Və bundan başqa 2025-ci ilin 12 günlük İran-İsrail savaşında da bir sıra yüksək rütbəli İran generallarının, eyni zamanda yüksək rütbəli şəxslərin gördüyü sonuncu insanın da İsmail Qani olduğu bildirilir. Və buradan ortaya çıxan nəticə nədir? Və iddia edilir ki, Seyid Əli Xamneyinin də, Həsən Nəsrullahın da, Şamxaninin də, Nəsirzadənin də eyni məkanda olacağını məhz ABŞ və yaxud da İsrail kəşfiyyatını ötürən adamdır. Həsən Nəsrullahı çıxıram, çünki Həsən Nəsrullahın hadisəsi bundan təxminən 7-8 ay əvvəl baş vermiş. Daha doğrusu il yarım əvvəl baş vermişdi və 12 günlük döyüşlərdə də bu adamın müəyyən dırnaqarası fəaliyyətlərinin olduğu deyilir. Və hələ ki, müharibədən sonra, yəni İran-İsrail savaşından, İran-İsrail-ABŞ savaşından sonra bu suallara aydınlıq gələcək və yəqin ki, onun ölümü ilə bağlı, yəni Seyid Əli Xamneyinin ölümü ilə bağlı uzun istintaq prosesi başlayacaq, müzakirələr aparılacaq. Təbii ki, şah rejimi gələrsə, bu baş verməyəcək. Və bir sıra xaricdə yaşayan İranlı ekspertlər hesab edir ki, İsmail Qanini o vədlə ələ ala bilərlər ki, burada iki variant var. Bir, yaxın qohumları Avropada, Amerikada təhsil alır İsmail Qaninin. Onlar vasitəsilə ABŞ və İsrail kəşfiyyatı ona çıxa bilərlər. İkincisi, bu şəxsin özünə prezidentlik vəd edilib. Yəni, Seyid Əli Xamneyi öləcək, onun yerinə sən keçəcəksən. Yadınızdadsa təxminən 2 gün və yaxud da gün yarım öncə ABŞ prezidenti Donald Trump maraqlı bir ifadə işlətdi. Dedi ki, İranda 3 nəfərin rəhbər olması ilə bağlı onun fikirləri var. Biri təbii ki, Rıza Şah Pəhləvinin oğludur. Onun gətirilməsi, amma onun gəlişi ilə bağlı İranda ziddiyyətli fikir ayrılıqları var. İkinci şəxs hələ də qaranlıq qalır. Üçüncü şəxsin isə məhz İsmail Qani olduğu ehtimal edilir. İddialar belədir. Yəni deyirəm, sosial şəbəkələrin İran segmentində, Telegram kanallarında və digər platformalarda bu barədə fikirlər dolaşılır, təhlillər aparılır. Sadə insanlar tərəfindən, müəyyən keçmiş vəzifəli şəxslər tərəfindən və s. axır. Eyni zamanda xaricdə yaşayan Güneyli və Fars kökənli şəxslər tərəfindən. Və 1957-ci il təvəllüdlüdür İsmail Qani. Əgər onun satqınlığı təsdiqlənərsə, yenə deyirəm, bunlar təbii ki, iddialardır. Həqiqətə nə qədər uyğundur, uyğun deyil, bir Allah, bir də özü bilir, bir də təbii ki, İsrail və ABŞ kəşfiyyatı. Onun nə gözlədiyini, İran qanunları ilə nə gözlədiyini hər kəs yaxşı bilir.